Hər vaxtınız xeyir. MİQ və sertifikasiya hazırlayan ibtidai sinif müəllimlərimizi nəzərinə çatdırım ki, artıq bundan sonra biz sizə ödənişsiz formada maksimum dəstək olacaq. Elə bir dəstək ki, inanmıram ki, hansısa ödənişli dərsə qoşulanda sizə bu formada, bu cür geniş miqyasda və bu cür keyfiyyətdə xidmət göstərsin. Təbii ki, bu mənim şəxsi fikrimdir. Dərslər YouTube kanalımızda ödənişli şəkildə paylaşılandan sonra özünüz də baxıb dəyər verəcəksiniz. Təbii ki, bu da sizin seçiminiz olacaq. Amma dəstək qarşılığı olmalıdır. Biz sizə maksimum dəstək göstərməyə çalışacağıq və bu dəstəyimizi davam etdirməyə çalışacağıq. Bunun müqabilində siz də bizə dəstək olmalısınız. İndi mən bizim dəstəyimiz nə olacaq? Sizdən gözlədiyimiz dəstəyində onun haqqında daha ətraflı məlumat verəcəyəm. Amma siz zəhmətə dəyər olaraq videonun bu 3-5 dəqiqəlik hissəsini axıra kimi izləyin. Çünki mən bu videonu ayrıca çəkirəm. Bütün videoların əvvəlinə yapışdıracağam və bu barədə hər birinizin məlumatı olsun istəyirəm. Keçirəm dəstəyə. Birinci bizim göstərəcəyimiz dəstəyə. Biz nə dəstəyi göstərəcəyik? YouTube kanalımızda ödənişsiz formada riyazi bazı dərslərimiz hansı ki saytdadır, ödənişsiz formada paylaşacağıq. Daha çox uzatmamaq üçün aşağıya çəkmirəm. 26 dənə video dərsdir. Hər biri playlist formasında düzəldiləcək səliqəli ardıcılıqla. Orada paylaşılacaq. Rahat şəkildə ardıcılıqla izləyə biləcəksiniz. Riyazi bazı dərslər haqqında qısa olaraq deyim ki, bu məsələlər deyil. Siz burada riyazi bazı formasındasınız, məsələlərə girişsiniz. Yəni birinci ələb bilməliyiz, toplama nədir, çıxma nədir, vurma nədir, bölmə nədir, qallı bölmə nədir, adi kəsir, onluq kəsir, müsbət, mənfi, tənlik, bərabərlik. Sadəcə belə bir şeylər öyrənirsiniz. Tam hazır olsun, sonra girişəcəyik məsələlərə. Birinci bazı dərslərimizdə çox uzatmaq istəmirəm. Onu paylaşdıq 26 video. Burada MHM 2025 yazmışam. Qara üzlü kitabdır, 4500 testi olan qalın kitabdır. Burada MHM kitabının, daha uzatmıram, 150 videoda hərəsi 2 saatlıq. Çox böyük bir zəhmət var. MHM kitabının bütün mövzularının ətraflı şəkildə izahı və hər bir testin, 4500 testin hər birindən ətraflı şəkildə izahı verilir. Ay bu onun təkrarıdır, yox bu asandır, belə bir şey yoxdur. Hər birindən acılıqla izahı verilir. Biz bu formada sizə dəstək olacağıq. Siz çox rahat bir şəkildə oturub hər bir testi evdə işləyə də bilərsiniz. Mövzu izahına baxandan sonra ilşəndə videoda hər bir testin izahını tapıb tezdən izləyə bilərsiniz ki, bu hissədə nə səhv eləmişəm, nəyi başa düşmüşəm və s. Bunun müqabilində keçirik sizin dəstəyinizə. Siz bizə necə dəstək ola bilərsiniz? Siz bizə, mən bilirəm ki, elə bir minimum ödənişli sınaq qrupu açırıq ki, ona 90%, 95%-in imkanı çatar. Ən azından mən belə düşünürəm. Təbii ki, istisnalar da ola bilər. Çünki bu nisbi anlayışdır da. Kimin imkanı çatmırsa o öz yerində. Yəni bunu vicdanla özünüz hesablaya biləcək gücdəsiniz. Yəni görəcəksiniz, yox da, rahatsızım çoxdur deyir, mənim ona imkanım yoxdur. Aylıq 20 AZN ödəniş etməklə bizim sınaq qrupumuza qoşulursunuz və bizə dəstək olmuş olursunuz. Amma sınaq qrupuna da boş-boşuna qoşulmursunuz da. Sınaq qrupuna da qoşulanda həm bizə dəstək olmuş olursunuz, həm də biz sizi biraz daha mükəmməl bir şəkildə təkmilləşdiririk. Görün nələr əldə edirsiniz. Sınaq qrupuna qoşulanda, artıq bu ödənişli qrupa qoşulanda deyirəm nələr olacaq. Ki, qoşulmayanlar buradan da olsa öyrənə biləcəklər. Sınaq qrupuna qoşulanlar mövzu sınaqları əldə edirlər. Elə belə mövzu sınaqları deyil bu. Baxın, məsəl üçün 6 dənə sınaqdır. Bazı dərsini əhatə edən sınaqlar, o öz yerində. Ondan sonra MHM kitabı başlamır. Siz 2 mövzu izahını izlədiniz, o 2 mövzu testini işləmədiniz. Bax, o 2 mövzunu əhatə edən mövzu sınağı 1. Mövzu sınağı 2-də digər 2 mövzunu əhatə edən mövzu sınağı. Mövzu sınağı 3-də hər 2 dənədən bir. Başdan ayağına öyrənmişsə o bax, bir ilə ikinci sınaqdakı mövzular. Yəni indiyə kimi nə öyrənmişsə onların qarışıq sınağı. Bax, mövzu sınağı 4-də 2 mövzu, mövzu sınağı 5-də 2 mövzu, mövzu sınağı 6-da yenə də 1-dən 5-ə kimi. Yəni başdan ayağa. Yəni həftə 3 dəfə mövzu sınağı paylaşılacaq və təbii ki, onların izahı. Bir dəfə mövzu sınağı, ikinci dəfə mövzu sınağı, üçüncüdə isə yenə mövzu sınağıdır, amma başdan ayağa. Növbəti həftə mövzu sınağı 2 dənə. Üçüncüdə 2 həftə bir yerdə başdan ayağa. O bir həftə mövzu sınağı yenə də başdan ayağa. Yəni bu formada 40 dənə mövzu sınağının və mövzu sınağının izahını izləyəcəksiniz, işləyəcəksiniz və izləyəcəksiniz. Və imtahana 1-2 ay qalmış vaxtda isə ümumi sınaqları keçdik. Hazırda burada 80-dən çox ümumi sınaq var. Əlavə sınaqlar da əlavə olacaq. 2-3 ay qalmış isə gündəlik biz sizə sınaqlar verəcəyik və həmin sınaqların izahını verəcəyik. Və bundan da əlavə bizim ödənişli WhatsApp qrupumuzda olacaq. Daha doğrusu ödənişli WhatsApp qrupumuzda olacaqsınız həmin qrupa qoşulanda. Həmin WhatsApp qrupunda da gün ərzində kimin nə sual yazır, gecə gündüz səhər sualını yazır və mən sutka ərzində mütləq şəkildə cavablandırıram o sualları. İstər sınağa aid, istər YouTube-da izlədiyi mövzu izahına aid sual yarana bilər, istər başqa bir vəsaitdən sual yarana bilər, fərqi yoxdur.
İbtidai sinif müəllimlərini əhatə edə biləcək bütün suallara bir yerdə müzakirə eləməyə mən hazır. Təbii ki, riyaziyyatdan, başqa fəndən demirəm. Belə, ağlıma gələn bütün məlumatları verdim. Əlaqə nömrəsi burada olacaq. 077 325 70 77 nömrəsinə WhatsApp-da yazaraq dərslərimizə qoşulub həm bizə dəstək olmuş olarsınız, həm də özünüzü biraz da təkmilləşdirmiş olarsınız və ümid edirəm ki, bizə mütləq şəkildə dəstək olacaqsınız. Keçək videomuza. Hər vaxtınız xeyir. MHM kitabından izahımıza qaldığımız yerdən davam edirik. Bu dəfəki mövzumuz ardıcıl ədədlər mövzusudur. Bundan əvvəlki videoda biz bu mövzunun mövzu izahını vermişik. Ardıcıl ədədlər və ədəd orta ikisini birləşdirib vermişdik. 30 dəqiqəlik videodur. Tənbəllik eləməyin, ona başına ayağı kimi baxın, tam dərk eləməyə çalışın. Çünki oradakiləri burada tətbiq edəcəyik. Tezdə mövzu izahı verməyim də, bunun əvvəlki videoda vermişəm. O bildiklərimizi burada tətbiq edəcəyik. Ona görə mütləq baxın. Vaxt itirmədən keçirəm və həmişəki kimi sualları özünüz işləməyə çalışın. Sonra izaha baxa bilərsiniz təbii ki, amma özünüz işləməyə çalışın. Hansını eləyə bilmədiniz? Məsəl üçün 332 gəldim, izaha baxa bilərsiniz. Təbii ki, izahları hələ ona görə verirəm dənədinə hər birini. İzaha baxandan sonra başa düşməsəz mənə sual verin WhatsApp-da ki, işdir, başa düşsəz, videonu çevirib deyin ki, başa düşdüm. Başa düşdün, lap yaxşı. Videonu saxla, özünə başa düşdüyün şeyi izah eləyə, tezdən həll elə bitir, onda işini bitirmiş sayılırsan. Çünki riyaziyyatda ən vacib iki şeydən biri, 1. Başa düşməlisən, dərk eləməlisən, 2. Tətbiq eləməlisən. Tətbiqsiz təkcə başa düşmək mənasız şeydir. Yaxşı, keçdik sualımıza. Qələmi seçmişəm də, 331-ci sualdan başlayıram. Bu sual nədir? 240-dan sonra gələn iki ardıcıl tək ədədin cəmi rəqəmləri müxtəlif olan ən böyük üç rəqəmli ədəddən isə vahid azdır. Əslində çətin deyil. Cümləni uzun düzəldirlər ki, saçdırırsınlar. Biz hamısını bilirik. Gəlin bir-bir baxaq. Uzun cümlə olanda hissə baxanda bizə tam aydın olurdu. Qorxmuruq. Girik məsələnin içinə. 240-dan sonra gələn. 240-dan sonra nə gəlir? 241 zad gəldi. Bunu başa düşdüm. İki ardıcıl tək ədədin. 240-dan sonra isə gəlir 241 gəlir. 241 nədir? Tək ədəddir də. Düzdürmü? Deyirəm əla. 240-dan sonra 241 o da tək ədəddir. Onda mənə axı deyib iki ardıcıl tək ədəd. 241-dən sonra gələn tək neçədir? 243. Birincisi bu şərtdə, yenə deyirəm, şərtlərə fikir vermirlər. 240-dan sonra gələn iki ardıcıl tək ədəd deyirlər. 240-dan sonra gələn iki ardıcıl tək ədəd mən sizə deyim. Məsəl üçün 247, 249, 251, 253. Şərt səhv deyə. Onlar da ola bilər. Burada belə deməlidirlər. 240-dan sonra gələn ilk iki ardıcıl tək ədədin cəmi. Bunu nəzərdə tutublar, amma yazmayıblar. Səhvdir şərt. Amma mən yenə də sizə açıqlama verirəm. Həm onlar nəzərdə tutduğunu deyirəm, ekstra sensli həll edirik. Həm də bilin ki, əslində söz də gələcəkdə şərt yazanda və ya təhlil edəndə çalışın ki, düzgün yazasınız, özünüz yazırsınızsa, başqasını da oxuyanda düzgün təhlil etməyə çalışın. Bu nə demək istəyir? Burada 240-dan sonra başa düşdüm mən nə demək istəyirəm? Çünki 240-dan sonra gələn iki ardıcıl tək ədəd demir. 253, 255 desəm kim buna səhv deyə bilər? Deyə bilərsiniz. Yox, razım 240-dan sonra 241 ilə 243 gəlir. Deyirəm gəlir 253 ilə 255 də gəlir. 240-dan sonra da 253 ilə 255. 240-dan əvvəl deyir ki, 240-dan sonra gəlir də. Deyirsən hə, sonra mən onları da qoyub həll eləyə bilərəm də. Kim mən nə deyə bilər? Və cavabım alınmaz, deyirəm ki, məsələ səhvdir. Sən əgər nəzərdə tutmursansa 240-dan sonra gələn ilk 240-dan sonra birinci gələn də, yəni ilk ardıcıl iki tək ədəd, onda hələ də yazmalısın 240-dan sonra gələn ilk iki ardıcıl tək ədədin cəmi. Yaxşı, bunda razılaşaq. Amma ki, ona uyğun həll edirik. Taxtada 241 ilə 243-dür. Deyir ki, bu iki ədədin cəmi. Nə deyirsən, onu addım edəcəm. Məsələn, cümlə uzun olsun da mən hissə bunu təhlil edə bilirəm. Bunların cəmi neçədir? 484. Əla. Bunların cəmi, hələ bu qalsın. Bir də uzun söz birləşməsi var. Rəqəmləri müxtəlif olan ən böyük üç rəqəmli ədəd. Deyirəm, bu ədəd düzəltməkdir də. Belə olanda mən nə edirdim? Birinci baxın, neçə rəqəmdir? Getdim bir kənarda. Üç rəqəmi deyildi. Üç rəqəmi qoydum. Ən böyük deyildi. Deyirəm, ən böyük düzəltməyə çalışıram. Deməli, sol tərəfə ən böyük rəqəmi yazdım. 9 yazdım. Rəqəmləri müxtəlif deyib. Deyirəm, müxtəlifdirsə 9 tezdən istifadə edəm. Burada 8 yazdım. Burada 7 yazaram. Baxıram, görüm nə deyib. Müxtəlif olan ən böyük. 7 yazacağım. Vəssalam. Bax, rəqəmləri müxtəlif olan ən böyük üç rəqəmlər də 9 eşitdiyini yazdım. İndi bunun sözünün canı neymiş? Bax, bu söz birləşməsi var. Bunun cavabı 484-dür. 244-dən sonra gələn iki ardıcıl tək ədədin cəmi. Bax, bu yəni 484. Rəqəmləri müxtəlif olan ən böyük üç rəqəmli ədəddən, yəni 987-dən neçə vahid azdır? Bunlar bir-birindən çıxacaq. Bu bundan nə qədər az tapmaq üçün 987-dən çıxıram 484-dür. 7 çıx 4, 3, 8 çıx 8, 0, 9 çıx 4, 5. Cavab 500. Haradadır? C bəndində. 331-ci testin cavabı da oldu C bəndi. Silək lövhəni keçək 332-yə. Ben bunun altını biraz yuxarı,
Sol qələmi seçim. Hə, 332. İlk 3 ardıcıl cüsələrin cəmi 234-ə bərabərdir. Bu ədəddən ikinci rəqəmlər cəmi tapın. Mövzusunda deyim kimi. 2 üsulla bunu həll edə bilərik. Birinci ələm tənliyi ilə başlayayım. Çünki tənlik ən vacibidir. Tənliyi daha rahat qavramalısınız. O birisini də onu tezdən deyəcəm. 3 ardıcıl cüsəl etdimiyib. Birinci ədədim neçədir bilmirəm. Buna ne diyeceğim? X. Ne demişdim? Tənlik quranda hamısını X-dən başlayır. Ardıcıl tək dedisə X-dən başlayır. Ardıcıl cüt dedisə X-dən başlayır. Ardıcıl natural dedisə X-dən başlayır. 3 artırla desə də X-dən başlayır. 3-ə bölünən ədədlər, 5-ə bölünən ədədlər isə birinci X ilə. X-dən başlayır. Bu qədər rahat. O bəs 2-yə, 3-yə zat birini alsın. O ümumi yazılışdır. O sualdan qabağımıza çıxanda mən sizə deyəcəm. Yaxşı. Tənlikdə X-dən başla. Ürəyini sıxma. Hamısında X-dən başla. Yaxşımı? Hə. 3 dənə cüt ədədi idi. Onda birinci X desəm, ikincisi nə olacaq? Cüt ədədlər 2 artırdı da. 4, 6, 8. Onda bu bundan 2 vahid bölüdü X plus 2-dir. Üçüncü nə olacaq? Bundan 2 vahid bölüdü X plus 4-dür. Və deyək ki, bu 3 ardıcıl cüt ədədin cəmi 234-ə bərabərdir. Yəni bunları toplayanda cavab 234 eləyir. Bilməm, lap yaxşı. Deyir, bu ədədlərdən ikincinin rəqəmi taparıq. Yəni bu tənliyi bir də həll edək. X, 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 3 dənə X var. Topladım oldu 3X. 2 ilə 4 topladım oldu 6. Bərabərdir 234-ə. Burada 3x nəyə bərabərdir? 234-ün altını çıxıram 228-ə. X nəyə bərabərdir? 228-i 3-ə böləm 76-ya. Səhv eləmədim də, yox, 76. X-imi 76 tapdım. Deməli, birinci ədədim X demişdim. İkinci ədədim X plus 2 idi. Üçüncü ədədim X plus 4 idi. Məndən də ikinci ədədi soruşur. İkinci budur da. 76-nı qoydum X-in yerinə. Çünki X 76-ya bərabərdir. Üstünə 2 gələndə cavabım oldu 78. Yəni ikinci ədədim 78-dir və bunun rəqəmləri cəmini istəyir məndən. 7-dən 8 topladım, cavab 15. Bu bir həll. Bunu məncə başa düşdüyünüz çətin bir şey yox idi. İkinci həll nə idi? Biz demişdik ki, ədədi orta ilə ardıcıllığın əlaqəsi var idi. Mövzu izahında vermişik. Diqqətlə baxmışsınızsa. Biz nə demişdik? Əgər bizə ədədlər sırası veribsə, 2 dənə hal var idi. 1. Əgər eyni qədər artırsa bu ədədlər sırasındakı ədədlər və ya azalırsa fərqi yoxdur. İkinci də ki, bir bu hal ödənməlidir. Mən istədiyim qaydanı tətbiq etmək üçün. İkinci də ki, bu ədədlərin sayı tək sayda olmalıdır. Bunlar ardıcıl cüt ədədlərsə 2 artırlar. Deməli eyni qədər artırlar. Bu öz yerində. Sayılar da tək saydadır. Deyirəm əla. Onda mən burada ədədi ortanı tapsam, mənə düz ortadakı ədədi verəcək. Ədədi ortanı tapsam, düz ortadakı ədədi verəcək mənə. Bu ədədlər də 3 dənə deyil, 1, 2, 3 dənə ədəd deyil. Bax, nömrəsini yazıram. Bu ədədin özü deyil. Bu birinci ədəd, bu ikinci ədəd, bu üçüncü ədəd. Ədədin özünü buraya yazacağam. Buraya yazacağam. Düzdür. Deməli, mən bunların ədədi ortasını tapsam, düz mənə ortadakı ədəd verəcək. Bunun ortası 2-dir, ikinci ədəd verəcək. Mən də elə ikincini soruşdu. Sualımın cavabı hazır olacaq. Başqa heç nə lazım deyil mənə. Yəni mən burada nə edəcəm? Ədədi ortanı tapacağam. Ədədi ortaya üçün nə lazımdır? Bu 3 ədədin cəmi lazımdır. Mən bu ədədləri bilməsəm belə cəmlərinin 234 olduğunu bilirəm. Verib də mən nə edirəm? Ayrı neçədirlər özləri bilərlər. Cəmi sayı bölmürdü ya da ortanı tapanda. Bəli, cəmi verib, sayı da verib də 3 dənədirlər. Yəni 234-ü 3-ə bölməyim kifayətdir. 234-ü 3-ə bölürəm, cavab olur 78. Deməli, ədədi orta bizim düz ortadakı ədədimiz olurdu. Əgər ədədlər eyni qədər artsa və ədədlərin sayı tək sayda artsın. Yəni 78 düz ortadakı ədəd. Gəl ikinci ədədimi tapdım. Yəni mən izah verdim deyə belə uzun getdi ya, amma həllə baxın, bir dənə budur. Bir dənə bu. Mən onu beynimdə görən kimi, kiməsə izah vermirəm də, bu qaydanı bilirəm. Suala baxan kimi bilirəm, hə budur. 234 bölü 3 78, 788 15. Sualın cavabı hazır. 5-10 saniyə. Yəni bu üsuldan da istifadə edə bilərsiniz. Təbii ki, tənlik qurmaqdan da istifadə eləməlisiniz, ondan məcbursunuz. Yəni tənlik qurmağı 100% öyrənməlisiniz. Bir dəqiqə. Hə, 332 də həll edirik. Keçdik var 333-ə. 333. Deyir, 4 vahid artan sıra ilə düzülmüş ardıcıllığın ilk 3 sətrinin cəmi 63-ə bərabərdir. Bu ardıcıllığın 5-ci sətrinin tapın. Problem yoxdur. Yəni də birinci tənliyi ilə başlayaq. Kim nə üsulla istəyir gedə bilər. Rahat gedək. Nə deyib? 4 vahid artan sıra ilə. Aha. Neyinəcəm? Birinci ədə nə deyim? 4. Aha, 4 zat yox. X. Hamısına X deyirsiniz. Hamısına. Tənlik quranda hamısına X ilə başlayırsınız. Birinci ədədə X deyim. Birinci ədəmə deyim X. İkincisi nə olacaq? 4 vahid artan sıradırsa, deməli ikincisi bundan 4 vahid artırdı. X üstə 4 gələcəm. X üstə gəl 4-dür. Üçüncüsü nə olacaq? X üstə gəl 8. Davam edeyim. Davam eləmədi. Yəni niyə? Çünki deyir ki, 4 vahid artan sıra ilə düzülmüş ardıcıllığın ilk 3 həddir. Mənə 3 hədd lazımdır. 3 hədd 5-dir. Yəni birinci X desəm, ikinci həddim X plus 4-dür, üçüncü həddim X plus 8-dir. Və bunların cəmidir 63-dür. Deyirəm, hələ. Birinci, ikinci, üçüncü, dördür. Bunları toplasam 63-ə bərabər olmalı. Tənliyim hazır. X, 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 3X. 4 ilə 8 topladım 12. Bərabərdir 63-ə. Bunda 3X nəyə bərabərdir? Plus 12, minus 12 kimi keçir bizə. 63-dən 12 çıxanda 51. X nəyə bərabərdir? Hasil digər vurğa böləm 53-ə böləndə 17. X-imi 17 tapdım.
Sualımız nədir? Deyir ki, bu ardıcılığın 5-ci həddini taparam. Birinci həddimi x demişdim də. Birinci həddim 17 dedim. Bunlar 4 artırdılar da görürsən. Heç bu lazım deyil mənə. İkinci həddim 17 üstünə 4 gələndə 21-dir. Bu da 4 artacaq. Üçüncü həddim 25-dir. Dördüncü həddim 29-dur. 4 artırıram da. Beşinci həddimdə 29-da 4 gələndə 33 gəlir. Mənə 5-ci hədd lazımdır. Tapdım. 5-ci həddi tapın. 5-ci həddim 33. A bəndi. Bu sualla da işim bitdi tənlik qurmaqla. Tənliksiz sürətli yenə edirəm. Əslində izah verəndə uzun çəkir, amma əslində sürətli həll budur. Əslində həll olaraq sürətlidir. Prosta mən izah verəm deyə uzun çəkir. Bunu başqa cür belə də həll edə bilərdiniz. Ədədlərin sayına baxın. 3 hədd deməyib mənə. Tək saydadır. Və 4 vahid eyni qədər artırırlar hamısı. Deməli, bu iki şərt ödənilsə, mən burada ədədi ortadan tapsam, düz ortadakı ədədi verəcək mənə. Yəni burada 3 dənə ədəd yox idi. Deməyiblər ilk 3 hədd. İlk 3 həddin cəmi 63-dür. Sayı 3 dənədir. Mən 63-ü 3-ə bölsəm neçə eləyəcək? 21. Yəni ədədi ortadan tapanda cəmi sayı bölürlər ədədi ortada. Cəmi 63-dür. Sayı 3-dür. 63 3-ə bölündə neçə oldu? 21. Mən birbaşa bu 3 ədədin arasındakı ortadakı ədədi tapdım. Yəni ortadakı, yəni ikinci ədədim 21-dir. Bu birinci heç mənə lazım deyil. İkinci 21-dir. Üçüncü 25-dir. Sildim. 25. 4 artı getdiklərini bilirəm. Bax, bunu 21 tapmışamsa, ondan sonraki tapmaq heç nə deməz. 21 üstə 4 25, üstə gəlir 4 29, üstə gəlir 4 33 gəlir. 5-ci tapdım. Bu birinci idi, heç tapmamışam, lazım deyil. Mən ikinci tapmışdım amma. Bu üçüncüdür, bu dördüncüdür, bu beşincidir. Birbaşa göz heç nə yazmadım. Danışdım deyə uzun çəkdi. Amma ki birbaşa 63-ü 3-ə bölüb ikincini tapırdım. Heç tənlik vurmadan 21, ikinci, üçüncü 25, dördüncü 29, beşinci 33. 4 artıra getdim də. 2 saniyə içində bu sualın cavabını tapmış oldu. 2 saniyə eləməyim. 5-10 saniyə içində. 334-ə gəldik. Deyir, bir-biri ilə 3 vahid fərqlənən 5 ardıcıl ədədin ən böyüyü rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli tək ədəddir. Bu ədədlərin ən kiçiyi ən böyük 2 rəqəmli ədəddən neçə vahid azdır? Sualda söz birləşmələrini çox qoyurlar ki, çətin görürsünüz, amma bizim çətin olmamalıdır da. Bizim riyazi bazamız var, məncə şöyle çətin olmamalıdır. Gəlin bir təhlil edək. 1 ilə 3 vahid fərqlənən 5 ardıcıl ədəd. Bax. Birincisi neçədir? Bilmirəm. Bilmirsən, x deyirsən də, bəs salam. Başqa işlə, hamısında x ilə başlayırsan. Bəs bunlar bir-biri ilə 3 vahid fərqlənirlər. Axı, deyirəm, mənə çox. 3 vahid fərqlənirlərsə, birinci x isə ikinci nə olacaq? X plus 3. Üçüncü neçə olacaq? Bunu da 3 vahid artıracağım, x plus 3-ü. X plus 3-ü 3 gəldi, x plus 6. Bunu da üstünə 3 gələcəm, x plus 9. Bunu da üstünə 3 gələcəm, x plus 12. Yəni ki, bu birincidirsə, bu ikincidir, bu üçüncüdür, bu dördüncüdür, bu beşincidir. Və deyir ki, bir-biri ilə 3 vahid fərqlənən 5 ardıcıl ədədin, bax, 5 dənə ardıcıl ədəd yazın, bir-birinə 3 vahid fərqlənirlər. Ən böyüyü, təbii ki, bunlar arasında ən böyüyü hansı olacaq? Bu. Bax, bu, x plus 12. Çünki artı gələ bilər, ən axırıncı artan ədəd budur. Deyir ki, bunlardan ən böyüyü, yəni bu x plus 12 nəyə bərabərdir? Hissə baxanda çox rahat başa düşürəm. Ən böyüyü rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmli tək ədəddir. Nədir? 3 rəqəmli ədəd düzəlməyə bir bax, birinci rəqəmlərin sayına baxın. Bir kənarda yazdım 3 dənə rəqəm. Nə deyib? Rəqəmlər olan ən kiçik deyə üçün sol tərəfə ən kiçik rəqəmlərimi yazıram. Təbii ki, 0-ı əvvələ yaza bilmirəm deyə 1-i bura yazıram, 0-ı bura yazıram. Bunları artıq bilirsiniz. Sonra burada 2 yazırdım da, bilirsiniz, 0-la 1-dən istifadə edə bilmirəm deyə 2-ni yazıram. Çünki rəqəmləri müxtəlif deyib. Artıq 0-ı 1-dən istifadə edə bilmirəm. Onda ən kiçik rəqəm 2-dir. Amma tək ədəd deyib. Deyirəm, 2-ni də buraya yaza bilmərəm. Çünki 2-ni buraya yazsam bu cüt ədəd olur. Sonuncu rəqəm cütdürsə, ədəd cüt sayılır. Onda 2-ni də yaza bilmirsənsə, 2-dən sonra ən kiçiyim 3-dür. Çünki 0-1-i onsuz yaza bilmirdim. 2-ni də yazanda cütləşdirir onu. 0-1-2-dən sonra əlimdə qalan rəqəmlər arasında ən kiçik 3-dür. 3-ü yazdım bura. Deməli, bu x plus 12 100-ə bərabərmiş. Bu, bunu demək istəyir. Və salam. Yəni, 1 ilə 3 vahid fərqlənən 5 ardıcıl ədəd yazdım. Bunların ən böyüyü, bilirəm ki, ən böyüyü bu x plus 12-dir. Deyir ki, rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəm tək ədədə bərabərdir, yəni 100-ə bərabərdir. X plus 12 100-ə bərabərdir. Bundan asan tənlik var. Burada x nəyə bərabər olur? 100-ün 12-ni çıxıram 91-ə. X-imi tapdım 91. Yəni, sualımız nədir? Deyir, bu ədədlərin ən kiçiyi, yəni ki, ən kiçiyi x da bunların. Ən balancısı bu idi də, sonra gedə-gedə artmışdı da, 5-incisi bu idi. Ən kiçiyi x-dir, x-də 91 tapmışam. Demək, ən kiçiyi 91-dir. Hə, sualımız nədir? Bu ədədlərin ən kiçiyi ən böyük 2 rəqəmli ədəddən. Ən böyük 2 rəqəmli ədəd 99-dur, hamımız bilirik də, ən böyük 2 rəqəmli ədəd. Bəs 98 deyil, yox. Rəqəmləri fərqli desəydi onu 98 deyil. Bu da rəqəmləri fərqli deməyib ki. Sadəcə ki, ən böyük 2 rəqəmli ədəd. Demək, bu 91, 99-dan neçə vahid azdır? 91, 99-dan neçə vahid azdır? Tapmaq üçün böyükdən kiçiyi çıxıram. Görürəm ki, 8 vahid azdır. Yəni 99-dan 91-i çıxıram. 334-ün cavabı da olur. D bəndi. Keçdik 335-ə.
Deyir ki, ardıcıl 4 tək ədədin ən böyüyü ilə ən kiçiyinin fərqi neçədir? Bax, məsələyə girişin, özü çıxacaq cavab. Bir dənə girişək, qulaq asın. Yenə də həmişə kim ağlıma gəlir. Deyirəm, ardıcıl 4 tək ədəd dediyi üçün birinci x deyəcəm. Onsuz həmişə x deyirəm birinciyə, tənlik quranda. 2x zat demirəm, x deyirəm mənə. Tək ədəd dediyi üçün tək ədəd 2 artırır. Məsələn 7, 9, 11, 13. Onda 2 artı birinci x, ikinci x üstə gəl 2-dir. Üçüncü, bunda 2 vahid artıram, olur x üstə gəl 4. Dördüncü, bunu da 2 vahid artırıram, x plus 4-ün üstə gəl x plus 6-dır. Mən dedik, ən böyük ilə ən kiçinin fərqi. Deyirəm, ən böyüyü budur da, artı gəlib, ən kiçiyi də budur. Bununla bunun fərqi. Onda x plus 6-dan ən böyüyündən çıxıram x-i. Deyirsən, a tənlik qurursan. Deyirəm, yox, tənlik qursaydım, çox bunu neysə bərabərləşdirməyə çalışardım. Mən axı heç bunların fərqini bilmirəm. Sadəcə deyir ki, ən böyüyündən ən kiçiyini çıx. Mən də ən böyüyündən ən kiçiyini çıxdım. Burada gör nə baş verdi? Tənlik zad baş vermədi. Bu x-dir, bu mənfi x-dir. Bunlar bir-birini aparır. Cavab nə qalır? Bir dənə müsbət 6. Demək, bunların fərqi müsbət 6-dır. Doğrudan da ürəyimiz istəyən, məsəl üçün 5, 7, 9, 11. Ürəyimiz istəyən 4 dənə tək ədəd yazın, ardıcıl tək ədəd. Ardıcıl tək ədəddə. Böyüyündən kiçiyini çıxın, 11-dən 5-i çıxdım. 6. Şərti ver. Başqa ədəd fikirləşin, yenə də fərqləri altını verəcək. Amma bu cür gəlmək daha düzgün, sıfır riyazi yoldur. 335 ilə də işimiz bitdi də. Keçdik 300. Bu üstü olacaq 36-ya. Görək 336-da nə deyir? Oxuyuram məsələni. Deyir ki, 4 ardıcıl 2 rəqəmli ədəddən üçüncüsü onluqlara qədər yuvarlaqlaşdırdıqda 60 alınan ən kiçik ədəddir. Bu ədədlərin cəmi ən çox neçə olar? 4 dənə ardıcıl 2 rəqəmli ədəd deyib. Cümlənin uzun olmağından qorxmayın. Çünki biz hamısını bilirik. Oradakı bütün sözlərin mənasını bilirik. Çünki riyazi bazamızda var. Azərbaycan dili bilimizdə var, riyazi terminlərin də mənasını bilirik. Deməli, 4 dənə ardıcıl 2 rəqəmli ədəd deməyib. Deməli, burada 4 dənə ədəd var. 1, 2, 3, 4. Neçə də hələm bilmirəm. Amma bunların üçüncüsü, 4 ardıcıl 2 rəqəmli ədədin üçüncüsü. Deyib, bunlardan üçüncüsü. Onluqlara qədər yuvarlaqlaşdırdıqda 60 alınan ən kiçik ədəddir. Uzun bir söz birləşməsi var. Biz bundan qorxmuruq. Necə imkan vermir. Telefonun üstündə oturmuşdu. Fikrimi yayındırır. Biz bu söz birləşməsini yuvarlaşdırmada görmüşük dəfələrlə. Hətta bunun düsturumuz da var idi. Ən kiçik ədəd axtaran nə edirdik? Nə edirdik? Ədəddən çıxırdıq mərtəbənin yarısını. Məsələn, hətta böyük tapmaq ədədin üstünə gəlirdim mərtəbənin yarısını. Mən də əlavə 1 çıxırdım. Bunları öyrənmişik də. Burada ədədim 60-dır. Yəni 60-dan çıxıram. Mərtəbəni deyib də onluqlara qədər. Mərtəbəm 10-dur. Onun yarısını. 10 bölü 2. 10 bölü 2 də 5 edir. 60-ın da 5 çıxanda cavab olur 55. Düzdürmü? Deməli, bu demək istəyir ki, 4 ardıcıl 2 rəqəmli ədəddən üçüncüsü bu boyda şeyin yerində 55 demək istəyir. Çünki onluqlara qədər yuvarlaşdırılan 60 alınan ən kiçik ədəd deyəndə 55-dən danışır. Bu 4 ardıcıl 2 rəqəmli ədəddən üçüncüsü 55-dir. Deməli, bu üçüncü ədədim 55-dir. Vəssalam. Bildik ki, bunlar 4 ardıcıl 2 rəqəmli ədəd deyib də tək deməyib, cüt deməyib, 5-5 artır deməyib, ardıcıl ədəd deyib. Boş ardıcıl ədəd deyən nə olurdu? 1 vahid artırıb da. Və ağlınıza hələ ki bu gəlir, amma ikinciyə də baxmalısınız. Burada 2 dənə yol yoxlayacaqsınız. Baxın, diqqətli olun. Buna 55 dedimsə, 55, düzdür, üçüncü 55. Onda 1 vahid artıram, bura 56-dır. Çünki ardıcıl gəlir. Bura 1 vahid artıb, onda bura gələndə 1 vahid azalır 54-dür. Bunu da geriyə çıxanda 1 vahid azalanda 53-dür. Yəni sağa gələndə 1 vahid artırdım, sola gələndə 1 vahid azaltdım. Yəni 55-dən sola getdim 54, 54-dən də sola getdim 1 vahid azaltdım 53. Yəni bu ardıcıl ədədlərim ola bilər də 53, 54, 55, 56 və 55 üçüncü yerdə durdu. Yəni bunların dediyi yuvarlaşdırılı 60 alınan ən kiçik ədəd 55-də üçüncü ədədim oldu. Və deyirsiniz ki, bunların cəmi neçə edir? Toplayırsınız. 53 dəqiqə 54, 107, üstünə 55 gəndə 162, üstünə 56 gəndə 218. Yəni bunların cəmi bir kənarda yazdım 218. 218 cavabı da var. Amma gəlib götürməyə tələsməyin ələm. Çünki başqa cür ardıcılıq da mümkündür. Necə mümkündür? Ardıcılıq budur da. Üçüncü yerdə 55 durursa 53, 54, 55, 56 olmalı. Deyirəm, yox, başqa cür sən bunu tərsinə düzə bilərsən. Sən necə? Buradan çoxdan aza düzülür, azdan çoxa düzülür, düzdür? Mən bunu çoxdan aza düzə bilərəm də. Necə? Məsəl üçün 3, 4, 5, 6. Ardıcıllıqdırmı? Deyirsən, hər. 5, 6, 5, 4, 3 ardıcıllıq deyil. Düşünün ki, yox, ardıcıllıq deyil, səhv edəcəm. Çünki o da ardıcıllıq. Bax, fikirləşin. Bir var ki, balacadan böyüyə düzürəm də. Balaca, biraz böyük, biraz böyük, biraz böyük. Belə düzmüşəm. Bu nədir? Ardıcıllıqdır. Düzsən, hər ardıcılıqla düzmüşəm. Boy sırası ilə. Deyirəm, hələ. İndi belə düzmüşəm. Böyük, biraz balaca, biraz balaca, biraz balaca. Çoxdan aza. Bu ardıcıllıq deyil bəyəm. Ardıcıllıqdır da. Ardıcıllıq mən ancaq o vaxt neysə ardıcıllıq deyil deyərəm ki, orada qarışıqlıq var. Məsəl üçün belədir, 3, 7, 5. Yəni ki, bunların yerləri fərqlidir. Yəni
gah artır, gah azalır və ya artı gedirsə də bir müəyyən ardıcıllıq yoxdur. Necə gəldi artır, başa düşdünüz? Amma eyni qədər azalırsa və ya eyni qədər artırsa, bu artıq ardıcıllıqdır. Əla. Onda yenə də düşünürəm ki, 4 dənə ədədi var, 3-cü yerdə 55 var. Burada mən artan sırayla düzmüşdüm. Bu dəfə deyirəm ki, bu azalan sırayla düzülüb. Azalan sırayla düzülübsə 55-dən sonra azalır da artıq. Sağa doğru, bu dəfə sağa doğru gəlir, azaldı. 55-in sağındakı 54 azalıb. Burada nədirsə 1 vahid azalıb 55 oldu. Deməli 56-dır. Çünki 1 vahid azalıb. Bu da hər nədirsə ən böyükdür. Bu da 1 vahid azalıb 56 oldu. Deməli 57-dir. Deməli bu formada düzülə bilər və 3-cü yerdə 55 durar. Burada deyilən. Bu da mümkündür. Gəl bunların da cəminə baxaq. 57, 56 elədi 113, 168, 222. Daha mən şifahi hesabladım. Bunların cəmi oldu 222. Bu halda mümkündür. Bu halda mümkündür. Amma şərtdə mənimki ki, bu ədələrin cəmi ən çox neçə olar? Bunlar sizə ən çox 222 olduğu üçün 222 cavabını götürməlisiniz. Ümid edirəm ki, başa düşdünüz. Yəni hər iki hala baxmalısınız belə tip suallar olanda. Keçdik 337-yə. 337 nə deyir? Deyir ki, 4 ardıcıl 3 rəqəmli ədəddən üçüncüsünün rəqəmləri fərqlidir. Bu ədədlərin cəmi ən çox neçə olar? Yəni də qorxmuram məsələdən. 4 dənə ədəddir. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd, dördüncü ədəd. Ardıcıl ədədlərlə yenə də bilirəm ki, bir vahid fərqlənməlidir. Ya bir-bir artmalıdırlar, ya bir-bir azalmalıdırlar. Fərqi yoxdur, amma bir-bir fərqlənməlidirlər. Deyir ki, bunların üçüncüsünün rəqəmləri fərqlidir. Deməli, üçüncüsü budur da, burada hazır 1, 2, 3. Üçüncüsü budur, amma bunun rəqəmləri fərqli olmalıdır. Öz 3 rəqəmli ədəddir. Ya, 4 dənə çünki ardıcıl 3 rəqəmli ədəd deyib bizə. Və bu üçüncünün rəqəmləri fərqlidir, eyni deyil. Yaxşı. Bu ədədlərin cəmi ən çox neçə olar? Mən bu ədədləri tapandan sonra toplayacağım da cəmi tapacağam. Bunların cəmi böyük olsun istəyirəmsə, təbii ki, mən bura bacardığım qədər ən böyük ədəd yazaram. Nə qədər böyük ədəd yazsam, digərləri də onun kimi böyük alınar və cəmləri də böyük alınar da. Deyirsən, hə, hər lazım. Onda mən deməli bura şərtim budur ki, 3 rəqəmli ədəd yazmalıyam və rəqəmləri fərqli olmalıdır və özü ən böyük yazmalıyam. Deyirəm, hə, ən böyük rəqəmləri fərqli 3 rəqəmli ədəd yazmalıyam da. Yəni bax 3 dənə rəqəm yeri qoydum. Ən böyük ədəd düzəldirəmsə 9-u yazaram sol tərəfə. Sonra rəqəmləri fərqli olduğu üçün 9 yaza bilməm, 8 yazaram. Sonra da 7 yazaram. Bunu artıq üçün bilirsiniz, ədəd düzəltməyi də öyrənmişsiniz. Deməli, mən üçüncü ədədim 987 olmalıdır. Bunu hamımız əminik, hamımız başa düşdük bura kimi. Amma bir dənə də şey var. Burada da iki hal var. Bir, o ola bilər ki, artan sıradır. İkinci ola bilər ki, azalan sıradır. Əgər bu artan sıradırsa soldan sağa doğru, onu bu 987-dirsə, bundan sonra gələn 988-dir. Artan sırada axı. Onda bundan əvvəl gələn də bu bir vahid artıb da, artan sırası gedə-gedə artır, artıb 987 olur da. Deməli, əslində burada 986-dır ki, bir vahid artıb 987 olur. Burada əslində 985-dir ki, bir vahid artıb 986 olur. İlk sıramızı düzəltdik. Amma ikinci halda ola bilər. Mənim üçüncü ədim 987 olmalıdır, buna əminəm. Düzdür? Ən böyük olsun deyə. Amma bu dəfə yenə 3 dənə ədəd düzəldir, 4 dənə ədəd düzəldirəm, üçüncüyə 987 deyirəm deməklə. Amma bu dəfə ya, burada artan sayılır. Deyirəm ki, azalan sıradır. Əgər azalan sıradırsa, deməli bir vahid azalıb, bir vahid azalıb, bir vahid azalır da bu da. Gedə-gedə azalır axı, hər dəfə soldan sağa olur. Bu 986, bir vahid azaltdım. Bu da hər nədirsə bir vahid azalıb 987 olub. Neçəni bir vahid azaltsam bunu verər? 988-i. Bu da neçə olacaq? 989. Bunu bir vahid azaltdım çünki bunu verər. 989, 88, 87, 86. Azalan sayını yazdım və üçüncü ədədim nə oldu? Rəqəmləri fərqli, ən böyük rəqəmli ədəd oldu. İndi hər iki hala baxaq. Bunların cəmi, çünki dedik ki, bu ədədin cəmi ən çox neçə olardı? Bir bu cəmi tapacam, bir bu cəmi tapacam, aralarında ən böyük hansını ona baxacam. Bunların cəmi indi mən şifahi hesablayıram. 3600, o da 320, 3920, 3933, 3938, 3946-dır. Mən test hesabladım. 3946. Bunların cəminə baxıram. 3600, 3920, 3937, 3944, 3950. Hansı böyük oldu? 46, 50, təbii ki 50. Deməli, bu ədədlərin cəmi ən çox 3950 ola bilər. Əssalam. Bununla da işimiz bitdi. Keçdik 338-ə. Deyir ki, ardıcıl 3 tək natural ədəd üçün birinci və ikincinin cəmi üçüncü ədədin 7 mislindən 141 vahid kiçikdir. Birinci ədədlə üçüncü ədədin hasilini tap. Yəni də məsələni bütün oxuyanda çətin görsənə bilərik. Amma hissə şeklində görünəcək asan olacaq. Qələmi götürdüm. Ardıcıl 3 tək natural ədəd deyib mənə. Başladım. Birinci ədədimə x desəm, ikinci ədədim nə olacaq? X plus 2, üçüncü ədədim x plus 4. Çünki tək natural ədəd deyib, tək ədədlər də 2-2 artır. X-la başlayıram. Birinci x isə o birisi bundan 2 vahid böyük, bu da bundan 2 vahid böyük. Bunu qurdum. Deyir ki, bu ardıcıl 3 tək natural ədəd üçün. Hissə hesabına görün necə rahat olur. Həmişə düzlə ilə baxın.
Birinci və ikincinin cəmi. Birinci və ikincinin cəmi. Birinci budur, ikinci budur. Düzdür? 1, 2. Bunların cəmi isə toplayıram. X ilə x plus 2-ni toplayıram. Bax, bu ikisinin cəmi. Biri budur, bir də x plus 2-dir. Bunların cəmi. Hissə isə oxuduqca qoyacağım yerinə. Birinci ilə ikincinin cəmi üçüncü ədədin 7 mislindən, üçüncü ədəd nədir? Burada x plus 4-dür. X plus 4. Üçüncü ədədim budur. Bunun 7 misli nədir? 7 vur x plus 4. Düzdür? Başa düşdünüzsə, üçüncü ədədim bu idi, x plus 4. 7 misli yəni təbii ki, bunu 7-yə vurmalıyam. Deməli, bu ikisinin cəmi, hələ ki o cəmi yazmışam. Bunun 7 mislindən 141 vahid kiçikdir. Bax, bu bunların cəmidir. Bu da üçüncünün 7 mislidir. Bu cəm bunun 7 mislindən 141 vahid kiçikdir. Yəni bunlar bərabər deyil ha hal-hazırda. Solda yazdığım cəm üçüncü ədədin, yəni x plus 4-ün 7 mislindən kiçikdir. Bu kiçikdir. Bu kiçikdirsə, onda nə qədər 141 vahid kiçikdir də. Bunun üstündən 141 gəlsəm buna bərabər olur. Çünki bu kiçikdir, hələ ki bərabər deyil. Mən bərabəri qoydum, istəyirəm də bununla bərabərləşdirim. Bu kiçikdir. Çünki deyir ki, birinci və ikincinin cəmi üçüncü ədədin 7 mislindən 141 vahid kiçikdir. Bu kiçikdirsə bunun üstünə 141 gəlir. Həm də daha bu tərəfdən yazdım ki, rahat olsun. Plus 141 də yaza bilərdim. Bu üzrə yaza bilərsiniz. Fərq yoxdur. Yəni bu cəmin üstünə 141 gəlsəm onda bunlar bərabər olur. Çünki bu 141 vahid kiçikdir. Üstünə 141 gəlsəm buna bərabər olur. Tənlim hazır. Və səmiz hissə isə baxanda tənlim hazırdır. Sual da axırda cavab verərik. Hələ ki bu tənliyi həll edək. 141 ilə 2-ni toplayaq. Birinci x daha toplayım olur 2x. 141 ilə 2-ni toplayanda olur 143. Paylama qanusu kimi öyrənmişəm. Bazam var artıq. 7-ni x-ə vurdum oldu 7x. Üstə gəldi. 7-ni 4-də vuram olur 28. 2x attım 7x-in yanına. Çıx 2x kimi keçdi. 7x-dən 2x çıxanda olur 5x. Üstə gəl 28. Yəni müsbət 28-i sağdan sola atıram. İşarəsini dəyişir çıx 28 kimi. 143-dən 28 çıxanda olur 115. Burada da x-i tapmaq üçün 5 vur x 115-ə bərabərdə. Hasili digər vurğa. Yəni 115-i 5-ə bölməliyəm. X tapıram 23. Deyirəm ki, səhv eləmədim. X-i 23 tapdım. Hə, sualı ver. Deyir, birinci ədədlə üçüncü ədədin hasilini tap. Birinci ədədimi x demişdim də. X-də 23 tapmışam. Bunu tapmışam 23. Üçüncü ədim də buydu da. Düzdürmü? X-in yerinə 23 qoysam, 23 də gəlir 4, 27. Birinci ədim budur, üçüncü ədim budur. Bunların neyi soruşur mənə? Bunların hasilini tap. Bunların hasili 100% axırı 1 ilə qıtaracaq. Ona görə bu olacaq. Amma hesablayaq yenə də. 20-ni 27-yə varanda 540, 600, 621. Bəli, doğru cavab A bəndə olur. Buranda da özünüz görürsünüz. Bu sualla da işimiz bitdi. Keçdik 339-a. Deyir, ardıcıl rəqəmlərdən düzələn ən kiçik 3 rəqəmli ədəd ilə 6-ya qalıqsız bölünən ən kiçik 3 rəqəmli ədədin fərqi neçədir? Birincisi, görün nə deyir? Ardıcıl rəqəmlərdən düzələn ən kiçik 3 rəqəmli ədəd. Bu söz birləşməsini oxudum, dayandım. Başa düşməyə çalışıram. Çünki 3 rəqəmli ədəd deyib, hələ ki bunu başa düşdüm, 3 rəqəmi var və burada ən kiçiyini düzəltməliyəm. Üstəlik ardıcıl rəqəmlərdən ardıcıl rəqəmlərdən ən kiçiyini düzəltmək istəmirsə, ən kiçik rəqəmlərdən istifadə edirəm. Ən kiçik rəqəm də 0-dır. Sonra ardıcıl getsəm 1, 2. Bu üçündən istifadə etməliyəm. Təbii ki, bu üçündən istifadə edib ədəd düzəltmək istəmirsə ən kiçik, sol tərəfə ən kiçiyini qoymağa çalışacağam. 0-ı qoya bilmərəm, onda 1-i qoyacağam. Sonra 0-ı, sonra 2-ni qoyacağam da və s. Ardıcıl rəqəmlərdən düzələn ən kiçik 3 rəqəmlər ədəd deyəndə 102-dən danışılmış. Gələ, tapdım. O boyda həngamə 102 demək istəyirdi. Bununla, yəni 102 ilə, ya bunu oxuyaq indi. 6-ya qalıqsız bölünən ən kiçik 3 rəqəmli ədəd. 6-ya qalıqsız bölünən ən kiçik 3 rəqəmli ədəd. 3 rəqəmli ədəd ən kiçik neçədir ümumiyyətlə? 100-dür. 100 6-ya bölünürmü? Yox. Çünki 6-ya bölünmə əlaməti o idi ki, həmin ədəd həm 2-yə, həm 3-ə bölünür. 2-yə bölünür, amma 3-ə bölünmür. Çünki rəqəmləri cəmi 3-ə bölünmür. 100-dən sonra nə gəlir? 101. 101 3-ə bölünürmü? Yox. Çünki rəqəmləri cəmi 3-ə bölünmür. Sonra nə gəlir? 102. 102 cüt ədəddir. 2-yə bölünür. Çünki sonu 2 ilə qurtarıb cütdür. Ona görə də 2-yə bölünür. 3-ə də bölünür. Çünki rəqəmləri cəmi 3 edir və 3 3-ə tam bölünür. Deməli, bu ədəd 6-ya tam bölünən ədəd oldu. Deməli, 6-ya qalıqsız bölünən ən kiçik 3 rəqəmli ədəd 102-dir. 102. Ardıcıl rəqəmlərdən düzələn ən kiçik 3 rəqəmli ədəd də 102 oldu. 6-ya qalıqsız bölünən ən kiçik 3 rəqəmli ədəd də 102 oldu və bizdən bunların fərqi neçədir soruşur. Eyni ədəddən eyni ədəd 102-dən 102-ni çıxan neçə edəcək? Təbii ki, 0. Bu sualın cavabı C bəndiymiş. Keçdik 340-a. Deyir, 3 vahid artan sıra ilə düzülmüş ədədlərdən 45-ci olan ədəd 4-cü olan ədəddən 4 dəfə böyükdür. Bu sıranın 125-ci ədədini tap. Çətin görsənməsin. Baxın buna da. 3 vahid artan sıra ilə düzülübsə, birinci ədədim, Allah belə yazın. Birinci ədədim nədir? X. İkinci ədədim nədir?
3 vaat artansa nə deməyiblər? 3 vaat artacaq da. X-in üstünə 3 gələcəm. X plus 3. Üçüncü ədədim nədir? X plus 3-ün üstünə 3 gələcəm. X plus 3 üstünə 3 gələm. Özüm belə yazam ki, görəsiniz. Nə deyəcəm onu. Dördüncü ədə nəsə olacaq? X-in üstünə 3, üstə gəl 3 yoxdur. Bunu köçürtdüm. Bunun da üstünə 3 gəldim. Sözümün canı nədir? Burada bu ədədlərdən 45-ci olanı deyir. Yəni mən 45 ilə belə gedməyəcəm ki, təbii ki. Buradan bir məntiq çıxardınız belə yazanda. Görürsüz ki, bax, ikinci ədədin üstünə bir dənə 3 gəlirlər. Yəni bu 2-dən bir dənə az. İkinci ədəd deyirəm, buna bir dənə az. Bir dənə 3 gəlirlər. Say olaraq bir dənə 3. Bax, üçüncü ədəddə x-in üstündə 2 dənə 3 gəliblər. Bax, 2 dənə 3. Yəni 3-dən bir dənə az. 4-də x-in üstündə 3 dənə 3 gəliblər. Yəni bax, bu 4-dən bir dənə az. Onda 45-ci ədəd var. Daha bir-bir getməm. 45-də də x-in üstündən, necə ki, burada 4-dən bir dənə az 4-dür. 45-dən bir dənə az 44 dənə 3 toplamalı. 44 dənə 3 toplamaq hələ 44-ü 3-ə vurmaq deməkdir. 44 dənə 3 toplamaq hələ 44 dənə 3 deməkdir. 44 vur 3, 44 dəfə 3 vurma deməkdir. Əla. 45-ci ədəmi deməli mən bu cür ifadə edəcəm. x-yə 44 vur 3. Və mənə deyir ki, düzülmüş ədədlərdən 45-ci olan ədəd, yəni ki, bu 45-ci budur. Baba bu. Yazmışam da qabağında 45. Dördüncü olan ədəddən, yəni ki, bax bundan, bax dördüncü olan ədədin də burada x plus 3 dənə 3. Dördüncü olan ədəddən 4 dəfə böyüdür. Tənliyimi quracağam. Ki, bu tərəfləri silim mücə. Bunları silim. 45 ilə dördüncü qalsa 5-də bizə. Deməli, 45-ci ədədim, yəni ki, x üstə gəl, bunu biraz sadələşdirim. 44-ü çaba neçə eləyir? 132. Düzdürmü? 120 da olan 232. Deməli, mənim bu 45-ci ədədim dördüncüdən 4 dəfə böyüdür. Dördüncü də x plus 9-dur da. Düzdür, x plus 9-dur. Bax, x plus 3 dənə 3. Bax, x plus 3, 3, 3, 9 deməkdir də. Mənim 45-ci ədədim dördüncüdən 4 dəfə böyüdür. Yəni, bunlar hal-hazırda bir-birinə bərabər deyil. Bu 4 dəfə böyüdür, bu 4 dəfə kiçikdir. Onda kiçik olanı 4 dəfə artırmalıyam ki, bu 4 dəfə böyüdür. Bunu hara artırıram? Bu balacanı 4 dəfə artırmalıyam ki, gəlsin böyüyə çatsın və bərabərlik yaransın. Bu tənliyi də həll eləyirəm. Yəni, bir dənə bunları silim. Rahat yerimiz qalsın deyə. Yandırmışam. Dəqiq. Hə, həll. Bu da ki, rahat da həll. X plus 132 necə var yazdım. Paylama qanunu bilirəm. 4x-ə vurdum 4x. Üstə gəl 4, 9-a vurdum 36. Bunun x-i 4x-in yanına atanda işarəsində eşit çıx x kimi keçir. 4x-dən x çıxanda 3x. Üstə gəl 36, yəni müsbət 36 da sağdan sola keçəcək. Çıx 36 kimi. 132-dən 36-nın çıxanda olacaq 96, 126, 32. 3 vur x 96-ya bərabərsə x nəyə bərabərdir? Bu x tapmaq üçün hasili, yəni cavabı digər vurğuya böləm. 96 3-ə böldüm, cavab oldu 32. X-imi də 32 tapdım. Hə, sual nədir? Deyir, bu sualın 125-ci həddini tapın. Problem deyil. 125-ci həddi nə olacaq bunun? Bayaq demirdim. Məsəl üçün 45-ci həddi soruşanda x-in üstünə 45-dən bir dənə az 44 dənə 3 gəlirdim. Düzdür? İkinci həddi soruşanda x-in üstünə bir dənə 3 gəlirdim. 2-dən bir dənə az. İndi mənim də 125-ci həddi soruşursa x-in üstünə neçə dənə 3 gələcəm? 125-dən bir dənə az. Yəni bunun özündən bir dənə az. 124 dənə 3 gələcəm. 124-dən 3-dəki 124 vur 3 deməkdir. 124 vur 3 deməkdir. Və mən x-imi də 32 tapmışam. Aparıb x-in yanına 32-ni qoya bilərəm də. 32-nin üstünə gələcəm 124 vur 3-ü. 124 vur 3 neçə edir? 372 edir də. 372. Birbaşa cavabını yazdım da. 32-nin üstünə 372-nin yanında cavab olur 404. Yəni bizim 125-ci həddimiz 404 olacaq. Çətin gəlsə videonu geri verib bir də baxın və ya sualınız varsa tezdən mənə sual verə bilərsiniz WhatsApp qrupumuzda. 341. Ardıcıl 3 natural ədədin cəmi 99-dur. Bu ədədlərdən ən kiçisini tapın. Çox asan sualdır. Ardıcıl 3 natural ədəd demir. Hələ birbaşa bunun ədəd ortasını taparam. Yəni cəmi bölərəm saya. 3-dən daxil. 99 bölü 3 neçə 33. Düz ortadakı ədədi verəcək bizə. Çünki ardıcıl düyü üçün eyni qədər artırırlar. Sayıları tək sayda olduğu üçün bu qaydadan istifadə edə bilərəm. Ortakini tapdım 33. Onda bunun sağındakı 34-dür. Bundan bir vahid böyük. Solundakı nədir? Bundan bir vahid kiçik 32-dir də. Çünki ardıcıllar bir vahid fərqlənməlidirlər də. Bu bir vahid ondan böyükdür, bu bir də bir vahid ondan azdır. Və bu ədədlərin ən kiçisini tapın demişdi. Təbii ki, ən kiçiyi bundan sonra 32-dir. B bəndi. Və ya tənlik qura bilərsiniz. Heç bu lazım deyil. Tənlik necə quracaqdım? Birinci ədəmə x deyəcəkdim. İkincisi x üstə gəl 1 olacaqdı. Üçüncüsü x plus 2 olacaqdı. Bir vahid artırlarda natural tip tək cüt zat demir. Və bunların cəmi də bərabər olmalı 99-a. Tənliyim hazır. Bu tənliyi də həll edəndə belə bir şey alınacaqdır. 3x üstə gəl 3. 1 ilə 2 toplayanda 3 edir. 3 dənə də x var. Bərabər 99. Burada 3x bərabər 99-dan 3 çıxıram. Bura 3 çıxır 3 kimi keçir. Olur 96. Burada x bərabər 96 3-ə böləndə 32. Yəni birinci ədəmə x demişdim də, kiçik ədəmə. O bizdə də bir vahid artırdı. Yəni x-imi də 32 tapmışam. Yenə də eyni cavaba gəlib çıxırdı. Ümid edirəm ki,
Bu suallar artıq sizin üçün heç nədir. 341 idi bu. Keçdik 342-yə. Deyir ki, 2 ardıcıl cüt ədədin cəmi 282 ədədinin 3də 1-nə bərabərdir. Bu ədədlərin ikisini tapın. 2 ardıcıl cüt ədəd deyibsə, birincisi nəsədir bilmirəm də, buna x deyirəm həmişə. İkincisi nə olacaq? X plus 2 olacaq. Düzdür, 2 dənə deyib də onsuz da. Cüt dediyi üçün 2 artırlar. Tək deyəndə 2 artırlar. Bunu yenə yada salın. Və bunların cəmi, yəni bu iki dənə toplayanda 282-nin 3də 1-nə bərabərdir. Ədədin hissəsini tapmaq üçün nə edirdik? Həmin ədədi hissə göstərən kəsrə vurmamız kifayətlidir. Buna öyrənmişik. Salam. Ədədin hissəsini tapmaq üçün ədəd hissə göstərən kəsrə vurmamız kifayətlidir. Bu nə olur? X ilə x toplayanda olur 2x. Üstə gəl 2-ni də köçürtdüm. Bərabər. 282-ni də 3də 1-ə vuranda bunu bir üstə artıq ixtisar gəlirlər. Cavab olur burada 94. Bunun cavabı. Təlim görün rahat oldu. 2x burada nəyə bərabərdir? Üstə gəl 2 çıx 2 kimi keçir bura. 94-dən 2 çıxanda 92. X-i də tapmaq üçün 92-ni 2-yə böldük 46. X-ini tapdım 46. Sual nədir? Bu əllərdən kiçiyini tapın. Bu əllərimin onsuz birisində x demişdim, birisində x plus 2 demişdim də. Kiçik təbii ki budur. Yəni kiçik 46-dır, böyüyü də ki 48. 46-nı bura qoysam üstünə 2 gəldi 48 edir ona görə. Kiçik 46 olduğu üçün təbii ki 46 cavabını götürürük. 342 ilə də işimiz bitdi. Keçək 343-ə. Deyir ki 3 ardıcıl tək ədədin cəminin 3də 4-ü ikinci ədədlə 45-in cəminə bərabərdir. Bu ədədlərdən ən kiçiyi hansıdır? Çətin görsənə bilər, amma çətin deyil. Çünki nə deyibsə hamısını edəcəm. 3 ardıcıl tək ədədin cəmi deyib mənə. Yəni də bax, birinciyə x deyirəm. Tək ədəd deyib də ardıcıl. Onu təklər də 2 artırlar. İkinci nə olur? X üstə gəl 2 olur. Üçüncü də x üstə gəl 4 olur. Və bunların cəmi deyibsə, bu üçünə toplayıram. X-in üstünə gəlirəm x plus 2-ni. Üstünə gəlirəm x plus 4-ü. Yəni ki 1, 2, 3. Üçünü topladım. Bu üstə gəl, bu üstə gəl, bu. Deməli, bunların cəmi nədir? Bunların cəmi 3də 4-dür. Hər hansı bir ədədin 3də 4-ünü tapmaq üçün bu ədəd bütövlükdə bu ədəd, bunların cəmi verən ədəd hər hansı bu 3də 4-ünü tapmaq üçün nə etməliyəm? Vurmalıyam 3də 4-ə. Çünki ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsrə vurursan. Mən bunların hamısını öyrənmişəm. Riyazi bazam var. Deyir ki, 3 ardıcıl tək ədədin cəminin 3də 4-ü, bunlar 3də 4 nəyə bərabərdir? İkinci ədədlə 45-in cəminə bərabərdir. İkinci ədədin də bu deyil. Budur da. Bu x plus 2 ilə ikinci ədədlə 45-in cəminə bərabərdir. Yəni, bax, bunların cəminin 3də 4-ü, cəmini vurdum 3də 4, 3də 4 hissəsini tapdım. Bu, ikinci ədəd, yəni x plus 2 ilə 45-in cəminə bərabərdir. Və salam, nəyindən qorxuram ki, hamısını bilirəm də, riyazi bazam var. İndi bunu həll eləməliyəm. Rahat olsun deyə bir dənə x. Burada mötəzə olur 3x. Üstə gəl 2 ilə 4 toplayanda olur 6, düzdür. Hələ mötəzəni sadələşdirin. Vur 3də 4. Bərabərdir. Burada x üstə gəl. 2 ilə 45 toplayanda olur 47. Və burada paylama qanununa bilirəm ki, bu vuruq mötəzənin içində bir-bir vuracaq. Buna da, buna da. 3də 4-ü 3də x-ə vuranda 3-lər ixtisar gedir, boş 4x qalır. Birbaşa yazdım. 3də 4-ü 6-ya vuranda 6-dan 3 ixtisar gedir, burada 2 qalır. Bu yoxa çıxır. 2-ni də 4-ə vuranda 8 qalır. Başa düşdünüz? 3də 4-ü bir dəfə 3x-ə vurdum, getdilər. 4 ilə x qaldı. 4x. Paylama qanunu sonra 3də 4-ü 6-ya da vurmalıyam axı. 6 məxrəci bax 1 yazın. Bu məxrəci bu sürətdə. Buna ixtisar gedir, 3 gedir, burada 6 ilə 2 qalır. 2-ni də 4-ə vuranda 8, 10 deyirəm. Buranı açdım paylama qanunundan. Burada x plus 47 var. Bu tənliyi həll etmək deyişi nədir? Bərabərin sağındakı x-i soluna atsam, çıxır x kimi keçəcək. 4x-dən x çıxanda olur 3x. Bərabərdir. Müsbət 8 var ha burada. Soluna baxın müsbət. Bunu da soldan sağa atsam, çıx 8 kimi keçəcək. 47-dən 8 çıxanda 39. Burada x nəyə bərabərdir? 39 3-ə böləcəm 13. X-imi tapdım. Sualımız nədir ki, bu əllərdən ən kiçik hansıdır? Ən kiçiyini x demişdim də. Sonra artı gelmişdilər. X-i də 13 tapmışam. Yəni bu əllərdən ən kiçiyi 13-dür. Doğrudan da var, məsələnin şərtini yerinə qoyursunuz, görürsünüz ki, ödəyir. Birinci ədədim 13, qədəmi götürməmişəm. Birinci ədədim 13, ikinci ədədim olur 15, üçüncü ədədim olur 17 və bunların cəmi ödəyir və bunların cəmi neçə edir? 45 toplayanda görəcəksiniz. 45-in də 3də 4-ünü tapsam, 45 ilə 3 ixtisar gedir 15, 15-i 4-ə vuranda 60. Bunların 3də 4-ə 60 edir. Və deyir ki, bunun 3də 4-ü yəni ki 60, ikinci ədədlə 45-in cəminə bərabərdir. İkinci ədədim 15-də axı. 15 ilə 45 toplayanda 60-ı verir. Doğru da 60, 15 ilə 45-in cəminə bərabər oldu. Yəni şərtini tam ödədi. 343 ilə də işimiz bitdi. Hətta yoxladıq. Keçək bu biri tərəfə. 7 dənə sualımız qalıb. Onları da bitirək. 344. Bir 4 ardıcıl ədəd verilmişdir. Bu ədədlərin ortadakı ikisinin cəminin 3 mislindən, kənardakilərin cəminin 2 mislini çıxsa 35 anlar. Bu ədədlərin ikisinin yarısını tapın. Çətin görsənir, amma çətin deyir axı. Keçdik hissə. Hər şeyi bilirik biz. 4 ardıcıl ədəd deyib bizə. Onda birinciyə x desəm,
İkinci nə olacaq? X üstə gəl nə? 1. Ardıcıl ədəd deyib. Tək düz ədəd deməyib ki, ardıcıl ədəd deyib. Onda bu olacaq x üstə gəl 1. Bu nə olacaq? X üstə gəl 2. 1 artır da. Sonra bunun üstə 1 gələcəm x plus 2-nin olacaq x plus 3. 4 dənə ədədimi yazdım. Yazandan sonra çox rahatdır. Deyib bu ədədlərdən ortadakı x-i. Təbii ki, lap bunları qoy belə yazın, belə daha rahat görürsünüz orta zət deyəndə. Yan-yana yazın görürsünüz. Bax birinci bu x-dirsə, o birisi nə olur? X üstə gəl 1-dir. Digəri x üstə gəl 2-dir. Digəri x üstə gəl 3-dür. Düzdürmü? 1 artırdım. Daha belə yazmadım, soldan sağa yazdım. Deyir, bu ədədlərin ortadakı ikisinin cəminin. Bax, nə deyir? Söz birləşməsindən yavaş-yavaş gedirəm. Ortadakı ikisinin cəmi demir. Yazıram. Bax, x plus 1 ortadakilərdən biridir. İkincisi də x plus 2-dir. Və bunların cəmi deyirsin, topladım. Cəm toplamadım. Nə deyirsən mənə? Deyir, bu ədədlərin ortadakı ikisinin cəminin 3 mislindən, bunların cəmidir. Cəminin 3 mislini tapın. Bunların cəminin 3 mislini tapmaq üçün bu cəmi 3-ə vurmalıyam da, vurdum 3-ə. Deyir, bunların cəminin 3 mislindən kənardakıların cəminin 2 mislini çıxsaq. Aha. Bundan neysə çıxacağım. Çıxacağım neyi? Kənardakıların cəminin 2 misli. Kənardakılar burada x-la x plus 3-dür. Bax, x-la x plus 3-dür kənardakılar. X-la x plus 3. Biri sol kənarda, biri sağ kənarda. Bunların cəminin 2 mislini çıxmalıyam. Bax, bunların cəminin 3 mislindən, yəni bunları toplayıb 3-ə vurdum. Bundan çıxmalıyam bunların, bu ikisinin cəminin 2 mislini. Kənardakının cəminin 2 mislini çıxsaq, deyir, nəyə bərabər olar? 35 alınır. Hind səliqəsiz alındı biraz bu tərəfi. Amma mən sizə başa salacağım. Siz buranı rahat görürsünüz. Bu bərabərdir 35-ə. Nə dedi? Onu elədim. Ən çətin görsənənlərdən biridir, amma əslində bizim riyazi bazamız olduğu üçün və təhlil etməkdən qorxmadığımız üçün çox rahat sorunun cavabını tapırıq. Başqası qorxsun bundan. Biz necə qorxuruq? Bu tənliyi həll edək. Tənlik uzundur. Biz bundan da qorxmuruq. Gələ. Paylama qanununa 1-1 vuracağım. Nə var burada? Hamısına. 3x-ə vurdum oldu 3x. Üstə gəl. 3-ü 1-ə vurdum 3. Üstə gəl. 3-ü digər x-ə vurdum oldu 3x. Üstə gəl. 3-ü 2-yə vurdum 6. Çıxılsın. Hələ ki bu mötəzənin içində 2-ni salıram, sonra açacağım. 2-ni bura vurdum 2x. 2-ni x-ə vurdum 2x. Üstə 2-ni 3-ə vurdum 6. 2-ni bunun içinə saldım, amma mötəzənin içinə saldım hələ ki. Hələ bu çıxı açmamışam mötəzəni. Bərabər 35-i də köçürtdüm. Və sonra 3x buraya sadələşdim də bunu. 3x-lə 3x toplananda olur 6x. 3-lə 6 toplananda olur 9. İndi bu mötəzəni açmadan mötəzədən qabaq çıxan nə olurdu? Demişdik mötəzənin içindəki hər bir şey əks işarənin asılı. Yəni müsbət 2x olur, mənfi 2x. Müsbət 2x olur, mənfi 2x. Müsbət 6 olur, mənfi 6. Bərabər 35-i də yazdım. Yəni mötəzənin qabağına çıxma olanda boş çıxma. Mötəzəni açanda içəridəki hədlər əks işarəyə çıxdı. Müsbət 2x, mənfi 2x kimi, bu da mənfi 2x kimi, müsbət 6, mənfi 6 kimi çıxdı. Əla. Burada da 6x-dən çıxanda 2x-i 4x, 4x-dən də 2x çıxanda 2x. Yəni x-lərim oldu 2x. Yəni bunların üçünü birləşdirdim, bir-birinə əməliyyat apardım 2x. Bərabərdir. Ədədləri də sağa yığacağam. Bu çıx 6, üstə gəl 6 kimi gedir 35-in üstünə. Olur 41, 35-də gəl 6, 41. Bu üstə gəl 9 da, yəni bərabərin solundan sağına necə geçəcək? Çıx 9 kimi. 35-dən 6 gəlmişim 41 olmuşdu axı. Bu da çıx 9 kimi gələndə 41-dən 9 çıxanda olur 32. 2x 32-yə bərabərsə x nəyə bərabərdir? 32-ni 2-yə böləm 16. X 16, tələ etməyin. Bu ədədlərdən kiçiyinin yarısını tapın deyib bizə. 16 cavabını götürməyin hələ. Bu ədədlərin arasında ən kiçisi təbii ki budur. Çünki digərlər 1 arta gedir. 4 ədədindən ən kiçisi x-dir. X-i də 16 tapmış. Amma 16 cavabını götürməyəcəm. Çünki deyir ki bu ədədlərin kiçiyinin yarısını tapın. Kiçiyi 16-dır. 16-nın yarısı 8-dir. O boyda əziyyət çəkmişik ki, axırda xırda bir səhv eləməyək. Ümid edirəm ki, başa düşdünüz, amma yenə də uzun görsəndi sizə. Arovuzda 10 deyənlər də olacaq. Onun üçün nə eləməlisiniz? Videonu saxlayıb o məsələni tezdən özünüzə izah verə eləməyə çalışmalısınız. Yarı kimi gəldiniz, yadınızdan çıxdı. Ayda bu necədir? Tezdən bax video, amma tezdən bütöv başına ayağa bax videoya. Sonra tezdən saxla, tezdən başına izah verməyə çalış. Yardan davam eləmə. Ta ki sən onu özün-özünə izah versən, o ömürlük sənin yadında qalacaq. Yarda dayandın, problem yoxdur. Gəl tezdən yenə də izaha bax. Bir dəfə yenə də bax, həm belə idi. Bu yardan sonra burada çaşırdım. Tezdən gel elə, eləməyə çalış. Ancaq o cür öyrənə bilərsən, başqa cür yox. Hə. Çoxunuz deyirsiniz, çoxunuzdan ki, mən onu başa düşmədim. Mən onu başa düşdüm, amma yenə də çətin gəldi mənə. Çünki tətbiq eləməyə çalışmısan. Çünki qorxursan. Bunları eləyin, çox xahiş edirəm. Bunları eləməsəz, mən heç nə eləyə bilmərəm. Yəni mənə onu deyirsiniz, mən tezdən izah verə bilərəm ancaq. Amma izahdan asılı deyil axı bu. Əgər izahı başa düşürsünüz, gedəndə sizə çətin və uzun görsənizsə, deməli siz o yolu getməlisiniz, o yolun qorxmamalısınız və o yolu özünüzə öyrəşdirməlisiniz. İzahı başa düşürəm, amma çətin gəlir mənə özümə tətbiq edəndə. Bunda problem deməli səndədir. Sən çünki onu tətbiq eləmədən qorxursan və tətbiq eləmirsən. Elə də video qabağında bax, tezdən eləməyə çalış. Baxa-baxa köçürmə ya. Bax, izaha. Başa düşdüyü həmin an tezdən özünə izah verməyə çalış. Gördün yarı kimi gəldin, yenə də yadından çıxdı, tezdən bax. Tezdən özünüzə izah verə eləməyə çalış. Axır 2-3 dəfədən sonra görəcək ki, o sualı özün çatdırdın axıra, özgüvənin gələcək.
Sonra gələn dəfə elə sual çıxanda heç video izaha ehtiyac olmayacaq. Özün yenə də girişəcəksən. Bəlkə yenə də yarıya kimi getəcəksən ha, amma gedəcəksən. O bir dəfə ücə yardan da çox gedəcəksən. Bu bir dəfə ücə axıra kimi özün getəcəksən. O bir dəfədəki heç rasime ehtiyacın olmayacaq. Özünü rahat həll edəcəksən. Bunları eləməlisən. Başqa çıxış yolu yoxdur. Başa düşürəm çətin gəlir. Tətbiq. Tətbiq eləməlisiniz. Ürəyim sıxılır bu sözlərdən çox danışmaqdan. Bilirəm sizi də bezdirirəm. Amma bunu dəfələrlə görürəm də, izaha baxıram. Amma mən nəsə bu məsələ gələndə başa düşdüm. Bunu çox görürəm. Deyirsən təzədən izah verməyə çalışıram. Başa düşdüm. Amma mən ağlıma gəlmir axı. Mən yarda çaşıram, çox uzun gəlir. Girişməmisən də, o çətinliyə öyrəşməmisən. Sən çətin gələn şeyə öyrəşməmisən. Onu öyrəşəndən sonra çətin gəlmir. Hər vəziyyətlərdə insan həyatında komfort zonadan çıxanda həmişə bir addım yaşayış yeri dəyişsən, iş yeri dəyişsən, tezə gələndə çətin gəlir adama. Hər şey. Sadə bir şey adama çətin ki, ayda mən buradakiləri tanımıram. Mənə çətindir, müdiriyyət kimdir, Allah bilir kim edəcək, bu qonşular kimdir, nəsə gözümə bir təhər görsəndir. Nəysə də belə şeylərin, narahatçılıqların olur da hər yeni vəziyyətdə. Amma girişirsən də məcburi həyatın içində olduğun və öyrəşirsən. Bu da eyni şeydir. Gir, bir də görürsən ki, öyrəşmirsən. Mən yaxşı ki, girişdim hələ buna. Yoxsa oturub belə qıraqdan baxırdım. Qıraqdan baxırdım ki, hətta çoxumuzda bu şey də olur. Bir yerə getmək üçün tənbəllik olur. Evdən çıxansınız ki, niyə yaxşı gəldim? Eyni şeydir riyaziyyatda da. Niyə yaxşı girişdim? Onu deyəcəksiniz, mən buna əminəm. Amma girişmirsiniz də. Girişməyənlərə aiddir. ABC ədədinin rəqəmləri ardıcıl tək ədədlərdir. Bu ədədlərin rəqəmləri cəmi 15-dir. Çətin sualdır, çox asan sualdır bu. MNP ədədinin rəqəmləri ardıcıl ədədlərdir və rəqəmləri cəmi 18-dir. Ən böyük ABC ədədi ilə ən kiçik MNP ədədinin cəmi neçədir? Bunun neyindən qorxursunuz? Bax, nə deyib hissə baxıram. Əzbər yadımda qalmadı mənim də, amma təxmini gördüm nə deyir. ABC ədədidir. Bu ABC rəqəmlərdir. Deyir ki, bu ədədin rəqəmləridir. Deyir, rəqəmləri ardıcıl tək ədədlərdir. Deyirəm, mən Allah yaxşı. Yəni, məsəl üçün də 3, 5, 7 ola bilər, 1, 3, 5 ola bilər, düzdür? Nə bilim, sonra ola bilər. 1, 3, 5, 3, 5, 7, 5, 7, 9 ola bilər və s. Və s. yox, hələ dedim ki, üçündə. Amma bilmirəm də hələ ki, hansıdır. Amma sonra deyir ki, bu ədədin, hələ ABC-dən danışır, rəqəmləri cəmi 15-dir. Deyirəm, bu cümləni başa düşdüm, rahat, qorxmadım. Bunların cəmi 15-dir. Bunlar ardıcıl tək ədəd deyirlər. Yəni, bax, bir kənarda yazıram. Birinci x desəm, ikinci x üstə gəl 2-dir, üçüncü x üstə gəl 4-dür. Əgər bunlar ardıcıl tək ədəddirlərsə. Və bu ardıcıl tək ədədlərin cəmi 15-dir. Bu demək istəyir. Bu ardıcıl tək ədədlərin cəmi 15 isə bunları toplayıb 15-ə bərabər edirəm. Bunu da alınır 3x, üstə gəl 2 ilə 4 toplayanda 6 bərabərdir 15-ə. 3x bərabərdir 15-dən 6-nı çıxanda 9-a, x də bərabərdir 3-ə. Tənliklər su kimi bilməlisiniz, ona görə çox uzatmıram. X-i tapdım 3. Yəni birinci ədədim 3-dür. İkinci ədədim bu idi. 3 də gəlir ki 5-dir. Üçüncü ədim də x-in yanına 3 qoyanda 3 də gəlir 4, 7-dir. Daha bunları silirəm. Bunları silirəm. Mən tapdım ki, bu ABC var ha. Bu ABC 3, 5, 7-dir. Hələ ki bir kənara yazın. 3, 5, 7-dir. Amma bilmirəm. Bu 3-dür, bu 5-dir, bu 7-dir. Bu 5-dir, bu 3-dür, bu 7-dir. Bilmirəm hələ ki. Amma bəlkə bunlar 3, 5, 7-dir. Hansını yerine qoyacağım, hələm qoy qalsın. 100%. Bunlardan biri 3-dür, biri 5-dir, biri 7-dir. Hansını hələm bilmirəm. Bu iki dənə cümləni oxumaqla çox rahat qərar verdim. Çünki bu üçü ardıcıl tək ədəd idilər və ardıcıl tək ədədlərin də cəmi, yəni bu rəqəmlərin cəmi 15-dir. Adi məsələdir də bu iki cümlə ilə onu həll elədim. Hələ amma bilmirəm hansıdır. Sonra deyir ki, MNP ədədinin, bir dənə də MNP var. MNP. Deyir ki, MNP ədədinin də rəqəmləri ardıcıl cüzətlərdir və onların da rəqəmləri cəmi 18-dir. Amma bunlar da ardıcıl cüzətsə, məsələn, bu dəfə ədədin birisini A desəm, o birisini olacaq A üstə gəl 2, o birisi A üstə gəl 4 olacaq. Çünki ardıcıl cüzətlər də 2, 2 artır və bunların cəmi neçəymiş deyib mənə? 18. Burada nə alır? A-ları toplayıram olur 3A. Üstə gəl 2 ilə 4 toplayıram olur 6, bərabərdir 18-ə. Burada 3A nəyə bərabərdir? Bu çıx 6 kimi keçir bizə 18-dən 6 çıxanda 12-yə. A da nəyə bərabərdir? 12-ni 3-ə böləm 4-ə. Yəni birinci ədədim 4-dür, ikinci ədədim bu idi, A üstə gəlir ki, yəni 4 üstə gəlir ki 6-dır. Üçüncü ədədim də A-nı yenə 4 qoydum, 4 tapmışam, 4 üstə gəlir 4, 8-dir. Vəssalam. Burada da ədədlərimin 4, 6, 8 olduğunu tapdım, silirəm buranı, çox yer tutmasın deyə. 4, 6, 8. Bu MNP var ha, 4, 6, 8-dir bunlar. Amma hansı nədir bilmirəm, amma 100% bunlardır. Sualımız nədir? Deyir ki, ən böyük ABC ədədi. Burada ən böyüyünü düzəldirəm, sola ən böyüyünü qoyacağım. Deməli, bu əlimdəki rəqəmlərdən ən böyük 7 olsun, bura 7-ni qoyacağım. Sonra 5 ilə 3 arasında ən böyük 5 olsun, 5-i bura, 3-ü bura. Deməli, ən böyük ABC ədədi budur.
Ən kiçik MMP ədədinin cəmini tapdır. Ən kiçik MMP də düzəltmək istəmirsə 4, 6, 8 deyildi. Sola ən kiçiyini yazıram. Ən kiçiyini düzəltməyəcəm. Bunlar ən kiçik 4-dür. 6, 8-in arasında ən kiçik 6-dır. Ən axırda 8-i yazdım. Və salam. Bu iki dənə ədədin cəmini tap deyirmiş mənə. Yəni 753-ün üstünə 468-i gələcəm. 3-dən 8 11, 5-dən 6 11, 1 də yadda vardı 12, 1 yadda, 7-dən 4 11, 1 də yadda 12. Cavab 1221, yəni A bəndi. Son 5 testimiz. Keçdik 346-ya. Deyir ki, 4 vahid artan sıra ilə düzülmüş ədədlərdən 121-ci olan ədəd 11-ci olan ədəddən 11 dəfə böyükdür. Bax, bunu bayaqlar dedim də. 4 vahid artan sıra ilə düzülmüş ədəddirsə, birincisini x desəm, bax, yenə də göstərəm burada. Birinci x-dırsa, ikinci nə olacaq? 4 vahid artan sıra deməyiblər. İkincisi x üstə gəl 4 olacaq. Üçüncüsü nə olacaq? Üçüncüsü də olacaq x üstə gəl nə? X üstə gəl 4-ün üstünə 4 gələcəm də. Düzdür? Dördüncüsü nə olacaq? Hələ belə göstərəm ha bunu. X üstə gəl, 4 üstə gəl 4 var. Üçüncünü köçürtdüm. Üstünə bir dənə 4 gələcəm. Və mən buradan bayaq deyimi tezdən təkrarlayım. Görürəm ki, ikincinin üstünə bir dənə 4 gəliblər. Bir dənə 4 gəliblər də. X-in üstü, ikincidə daha doğrusu X-in üstünə bir dənə 4 gəliblər. Yəni 2-dən bir dənə az. Sayı 2-dən bir dənə azdır 4-dən. Üçüncüdə 4-dən sayı 3-dən bir dənə az. Ya 2 dənə 4 var. Dördüncüdə x-in üstünə 2 dənə 4 gəliblər. 4-dən bir dənə az, 3 dənə 4. Hə, onda burada nə deyiblər? 121-ci olan ədəd demir. Onda 121-cidə nə olacaq? X-in üstünə 121-dən bir dənə az. Yəni 120 dənə 4 gələcəm. 120 dənə 4 elə 120 vur 4 deməkdir də. Bu mənim 121-ci ədədimdir. Yazdım. 121-ci olan ədəd 11-ci olan ədəddən. 11-ci olan ədəd nədir? 11-ci olan ədəd tapmaq üçün x-in üstünə 11-dən bir dənə az. Yəni ki 10 dənə 4 gələcəm. 10 vur 4. Vəssalam. 121-ci olan ədəd 11-ci olan ədəddən 11 dəfə böyükdür. Yəni bu solda yazdığım sağdakına 11 dəfə böyükdür. Yəni bunlar hələn bərabər deyirlər. Bu 11 dəfə böyükdür, bu 11 dəfə kiçikdir. Onda kiçik olanı mən 11 dəfə böyütsəm, gəlib böyüyə çatar və bərabərlik yaranır. Çünki balaca idi, bu böyük idi. Tənlim hazırdır. Bir də bunu həll eləyək. Burada nə alınır? X üstə gəl. 120-ni 4-ə vuranda olur 480. Paylama qanunu 11x-ə vuram olur 11x. Üstə gəl. Bu 10 vur 4 40 eləyir də. 11-i 40-a vuram edir 440. Burada x-i 11x-in yanına atanda çıx x kimi keçir. 11x-dən çıxanda olur 10x. Xəttimi qara quraya görə üzülürsən. Üstə gəl 440-ı da bərabərliyin sağından soluna atır. Çıx 440 kimi keçir. 480-dən 440 çıxanda 40 qalır. 10 vur x 40-a bərabərsə x nəyə bərabərdir? Cavabı digər vuruğa 40 10-a böləm 4. X-ini 4 tapdım. Hə, sualımız nədir? Deyir, bu sıra 25-ci ədədini tapın, problem deyil. Bu ədədin kimi 25-ci ədədə tapıramsa x-in üstünə 25-dən bir dənə az. Yəni 24 dənə 4 gəlməliyəm. Çünki 4 vahid artır demişdi axı. 24 dənə 4 gəlməliyəm. X-ini tapmışam axı 4-dür hələ. X-in 4-dürsə, deməli 4 üstə 24 vur 4 deyir 96. X-in yenə 4 qoydum, 24 vur 4 gəldim üstünə. Yəni ki 96, 4-ün 96 gələn neçə eləyir? 100. 346-cı testin cavabı da oldu D bəndi. Buna oxşar sual bayaq həlləmişdik. Ümid edirəm ki, başa düşmüsünüz. 347. Aşağıdakı ifadələrdən hansı hər zaman 4 ardıcıl cüzərlərin cəmini ifadə edir? Bax, n azadla göstərilir. Mövzuda izahımız vardı, 30 dəqiqəlik. Orada mən nə demişdim? Mən orada demişdim ki, tənlik həll edirsizsə, ancaq x-dan başlayırsınız, x plus 1, x plus 2x plus 3 ardıcıl alfabetlərdə belə getdiniz. Tək dedi x-dan başlayırsınız, cüt dedi x-dan başlayırsınız, 2m, 2n zad eləmirsiniz. Amma belə deyirsə, görürsünüz, burada məsələ 4, tənlik qurmayacağım. Burada ümumi halı yazıb tapmalıyam. Belə deyirsə, onda mən mövzu izahında öyrətdiyim kimi istifadə edir. Yəni necə? Aşağıdakı ifadədə hansı hər zaman 4 ardıcıl cüzərlərin cəmidir? Ardıcıl cüzərlərin cəmi deyəndə mən birinci nə deyirdim? 2n. İkinci nə olacaq? 2n üstə gəl 2. Daha x demirdim də. X-lə tənlik quranda x-lə gedirdim. Hələ x-lə başladı. 2x zad yazmırdım. Amma ümumi halını yazanda cüzərlərin 2n ilə başlayırdım. Birinci 2n dedirdim. İkinci 2n plus 2-dir. Üçüncü 2n üstə gəl 4-dür. 2 artıraq gələndə. Dördüncü 2n üstə gəl 6-dır. Düzdür? 4 dənə ədədi yazdım və bunların deyir ki, aşağıdakı hansı hər zaman 4 ardıcıl cüzərlərin cəmidir. 4 dənə ədəd bunu yazdım və bunların cəmini tapıram. Yəni toplamalıyam da bunları təbii ki. Və bunları toplayanda tənlik zadı vurmuram. Amma sadəcə toplayıram. Tənlik deyil bu. Bunları toplayanda görünən andır. 2n, 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 2n. Neçə oldu? 8n. Üstə gəl 2, üstə gəl 4. Oldu 6. Üstünə 6 gələndə 12. 8n üstə gəl 12. 8n üstə gəl 12 haradadır? B bəndində. Vəssalam. Yaxşı. 348-ə keçək. 348. 348-də nədir? Aşağıdakı ifadələrdən hansı
hər zaman 5 ardıcıl tək ədədin cəmini ifadə edir. Ardıcıl tək ədəd deyəndə ümumi hal olanda tənlik qurmuramsa, daha məsələdə tənlik qurmuramsa, ümumi hal olanda tək ardıcıl tək ədəd nə dedik? Ya 2n çıx 1-dən başlayırdıq, ya 2n üstə gəl 1-dən başlayırdıq. Düzdürmü? Gəlin 2n plus 1 ilə başlayaq. Alınması 2n çıx 1-dən də baxarıq variantlara. Çünki hər ikisi ola bilər, hər ikisi ödəyir. Yəni bunlardan biri olacaq. Hər ikisini varianta qoymazlar. Birinci 2n plus 1 desəm, ikinci nə olacaq? 2n üstə gəl 3 olacaq. Üçüncü 2n üstə gəl 5 olacaq. Biraz belə yazım ki, səliqəli görsəniz. Balaca yazım. 2n üstə gəl 1 birinciyə desəm, ikinci 2n üstə gəl 3 olacaq. 2 2 artırıram da. Üçüncü olacaq 2n üstə gəl 5. Üçüncü olacaq 2n üstə gəl 7. 5-in üstə 2 gəldim. Neçədən deyirlər? 5 dənə. Beşinci də olacaq 2n üstə gəl 9. 2n üstə 7 üstə 2 gəldim. Və bunların bu 5 dənə ardıcıl tək ədədin cəmi deyilsə, baxaq 5 ilə 2n toplayanda olur 10n. Daha uzatmıram da var. 1, 2, 3, 4, 5 ilə 2n topladım 10n. 1, 3, 4, üstünə 5 gələndə 9, üstünə 7 gələndə 16, üstünə 9 gələndə 25. Yəni 10n üstə gəl 25. Var variantlarda var. Cavab C bəndi. 348 ilə də işimiz bitdi. Keçdik 349-a. Hə. Deməli, 349 nədir? 5 ardıcıl, yorulmuşam dilim dolaşır, cüt ədədin cəmi ən böyüyü ilə ən kiçiyinin fərqinin 10 mislidir. Baxın, 5 ardıcıl cüt ədədin cəmi böyüyü ilə fərqinin cəminin 10 mislidir. Bax, yəni yazaq yenə də bildiyimiz kimi. Artıq burada x-dən istifadə edəcəyik. Qorxmayın. Birinci ədəmə x dedim. İkincisi x plus 2-dir. Çünki ardıcıl cüt ədədi üçün 2 artırırlar. Üçüncüsü x plus 4-dür. Dördüncüsü x plus 6-dır. Beşincisi x plus 8-dir. 5 dənə deyiblər də, hə? 5 dənə. Və deyir ki, bu ədədlərin cəmi ən böyük ilə ən kiçinin fərqi. Ən böyüyü x plus 8-dir, ən kiçiyi x-dir da. Bunların fərqi deyilsə, x plus 8-dən x-i çıxan nə olur? X ilə mənfi x gedir. Bunların cavabı neçə oldu? Hələ 8. Tənlik qurmadım ha. Sadəcə ən böyüyündən ən kiçiyini çıxdım. Deməli, bu 5 ardıcıl cüt ədədin cəmi, yəni bunların hamısını toplayanda nəyə bərabərdir? Ən böyük ilə ən kiçinin fərqi 8-dir. 8-in 10 mislinə. Çünki deyib ki, ən böyük ilə ən kiçinin fərqinin 10 mislinə. 8-in 10 mislinə bərabərdir. Deməli, bunların cəmi 80-ə bərabərdir. Və deyir ki, bu ədədlərin ortancıl olanı tapın. Burada tənlik qurub, x plus bərabərdir, 80 da yaza bilərsiniz. O x-i taparsınız. Ən ortadakı budur, götürüb burada yerinə qoyarsınız x-i. Amma ən rahat nədir? Eyni ardıcıllıqla artırırlar, eyni qədər artırırlar. Sayıları tək sayıdır. 1, 2, 3, 4, 5 tək sayıdır. Onda burada dediyimiz qaydadan istifadə edə bilərək də ədədi ortanı tapa bilərik. Çünki burada ədədi ortanı tapanda bizə hələ ən ortadakı ədədi verəcək. Yəni ədədi ortanı tapmaq üçün bunların cəmini, cəm var axı. Saya bölürdülər də, ədədi ortanı tapmaq. Cəmi 8-i bölməliyəm saya. Saydı ki 5 dənədir. 8-i 5-ə böldüm. Cavab 16-dır. Yəni 349-un da cavabı C bəndi. Keçdik 350-ci testimizə. Nəhayət bu videonun sonuncu testidir bu mövzunun. Kitabın son 6 səhifəsinin nömrələri cəmi 561-dir. Bu kitabın son 5 səhifəsinin nömrələri cəmini tapın. 6 səhifəsinin nömrələri cəmi 561-dir. Aha. Bu kitabın son 5 səhifəsinin nömrələri cəmini tapın. Hə, burada çətin bir şey yoxdur. Kitabın son 6 səhifəsinin nömrələri cəmi 561-dirsə, son 6 səhifədirsə, onsuz da burada nə baş verir? Səhifələr bir-bir artır. Məsələn, səhifə 2, 3, 4, 5 belə getmir. Yəni, ardıcıl natural ədədlərdir də. Yəni, bu son 6 səhifədən birincisi x-dirsə, son. Yəni, son 6 səhifə yoxdur. O başlayanda biri x-dirsə, o birisi x plus 1-dir. Ardıcıl natural ədədə bir-bir artırlar. O birisi x plus 2-dir. Digəri x plus 3-dür. Digəri x plus 4-dür. Düzdür? 1, 2, 3, 4, 5 dənə düzəltdim. 6-cısı da x plus 5-dir. Düzdürmü? Və bunların cəmi 561 deyilib bizə. Yəni bunları toplasam bizə 561-i verməlidir. Belə səliqəsi görsəm, amma səliqəyə salacağım. 1, 2, 3, 4, 5, 6 dənə x var. Onda bu olur 6x. Ədədləri də yığaq bir yerə. 1, bu da 2, 3, bu da 3, 6, bu da 4, 10, bu da 5, 15. Bu 6x 15 şəklində düşdü. Bərabərdir 561-i də yazdım. Bax, buranı sadələşdirdim də, daha rahat yazdım. Bunun da 6x bərabərdir. 561-dən 15-i çıxanda 546 eləyir. Üzülü sayılar. Üzülü sərgəsi yazıram. Doğrudan beynim yorulub. 561-dən 15 çıxanda olur 546. X-də tapmaq üçün 546-nı 6-ya bölük. Cavab olur 91. X-imi 91 tapdım. İndi mənə sual budur ki, bu kitabın son 5 səhifəsinin nömrələri cəmini tapın. Mən burada bunun son 6 səhifəsi deməmişdim. Bunun x-in 91 olduğunu bilirəm. Çünki x-i 91 tapmışam. Bu nəsə olacaq? 92
bu 93, bu biri 94, bu biri 95, bu da 96. Son 6 səhifə var. 1, 2, 3, 4, 5, 6. Təbii ki, mənə son 5 səhifə deyəndə artıq bu yox, bunların cəmini tapa bilərəm. Yəni, bunların cəmini tapsaq sualımızın cavabı hazırdır. Amma daha rahat olsun deyə, bu 6-sının cəmi 561 deyildi, bəli. Onda ümumi hamısı 561 isə bunları bir dənə 91-i çıxsam, 5-in cəmini taparım. Yəni 561-dən 91 çıxan cavab olur 470. Sualın cavabı B bəndi. Amma kim istəyir son 5 səhifə bunları da axı, daha bu məndən son 5 səhifəni soruş. Belə toplaya bilər. 1, 2, 3, 4, 5 dənə 90, 450, 455, 459, 464, 470. Yəni mən şifahi saydım. Özü də toplasınız bunların cəmi 470-i verir. Amma daha rahatı hələ ümumi 6-sı bir yerdə 561-dirsə, bunu çıxardıb mənə 5 dənəsi lazımsa, ümumi 561-dən 91 çıxardıram. Deməli, qalanların cəmi bizə 470-i verməlidir. Bunu silim. Ümid edirəm ki, izahları tam sizə çatdıra bildim. Təbii ki, başa düşmədikləriniz də olacaq. Video tezdən baxın o zaman. Tənbəllik eləməyin, tezdən işləməyə çalışın, dərk eləməyə çalışın. Ancaq o cür özünü inkişaf etdirə bilərsiniz. Yəni, biraz zəif qavrayanlar. Zəif qavramaq söhbəti yoxdur, qorxursunuz. Qorxursunuz, içinə girmirsiniz deyə zəif qavrayırsınız. Təbii ki, mən də qrupdayam. Videoya təkrar baxdım, özüm içinə girdim. Yenə də başa düşmədimsə, mən oradayam, mənə sual verə bilərsiniz. Amma izahı başa düşəndən sonra da çox xahiş edirəm, mütləq şəkildə özünüz dənə-dənə o sualı işləyirsiniz və özünüzə izah verə-verə. Artıq hiss edirəm ki, enerjim çox aşağıdır. Sizə də o enerjini ötürmək istəmirəm. Bu videonu tamamlayaq, onsuz videonun sonu idi. Bu video dərslik bu qədər. Diqqətinizə görə çox sağ olun. Sağ olun.